Gel. Gəlmiyorlar. Gel de ne icazı var? Necəsən? Sağ ol. Sen necəsin? Belə də. Buyur. Ha, ne olur? Tural. Bax, bizim əvvəldən münasibətlərimiz yaxşı olmuyor. Bir-birimizdən heç vaxt yola getməmişik. Amma mən istəmirəm ki, biz bir-birimizdən düşmənçilik eləyək. Bilirəm, bu o dəqiqə düzələn məsələlər deyil. Ben senden düşmənçilik eləmirəm ki. Sən məndən düşmənçilik elə. Mən nə edirəm ki? Amma buna səbəb olan sənin hərəkətlərindir də. Ne istəyirsən Tahir? Yükləməyə gəlmisən məni? Yox, nə işləmək? Sən elə dedin deyə mən də elə deyirəm. Aha. Mənim istəyim odur ki, biz də başqa qardaşlar kimi bir-birimizə problemimizi deyək, dərdləşək. Ya mənim istəyim budur. Sən nəzər bir şey deyim. Çox otursan imam ondan. Ya dərdləşək zət nə qadın cümlələrdir. Bizə tuta bilmirəm sən. Heç nə başa düşə bilmirəm. Dərdləşək zət nədir? Nə istəyirsən? Nə bölüşmək istəyirsən məndən? Patron. Baba axırıncı problemdə. Mən sənin yanında olmadım. Heç demədim Tural necəsən, özünü necə hiss edirsən. Bəlkə səni incidən var, bəlkə səni qorxudan var. Nədənsə qorxursan, kimdənsə çəkinirsən. Narahat olma. Mən heç kimdən qorxmuram, heç kimdən də çəkinmirəm. Bəs mama dedi ki, o qadın sənə nəsə deyib qorxudu baxı. Mən də deyirəm bir saatdır, nə dostluq, qardaşlıq, nə dərdləşək, bölüşək, nə neyək. Dedin ki, mamon sən şpiyonluğa göndərib ki, məndən söz qopardısan, hə? Yox, nə mama, mən özüm gəlmişəm. Hə, yaxşı, yaxşı. Mamaya denən ki, sən bizə imkan versin, işdə mən rahat oturum da, işimi görüm. Olar? Çox sağ ol. Tural, danışmaq istəmirsənsə, dinlə danışmaq istəmirəm. Nəsə bəhanə eləməyə ehtiyac yox. Of, Tahir, of. Dur. Dur, gec dur, maman narahat olur. Dur, gedək aparım səni evə, dur. Mamamız. Dur. Dur, gedək dərdləşək. Gəl.